böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. 5 il əvvəl Astaranın ucqarında yerləşən Əzərut kəndində Teymurovlar ailəsi Şuşanın azad olunması xəbərinin sevincini yaşayırlar. 5 il sonra da bugün sevinc içindədirlər. Ali Baş Komandan yenə sevindirdi. Bu zafer gününde elə bil ki, bu zafer gününü bize 2 kat yaşattı Cənab Prezidentim. Minnətdarıq ona, təşəkkür edirik ona. Zəfər günündə əsl zəfəri bizə Cənab Prezident yaşatdı. Allah ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin. Xüsusi təyinatlı qüvvələrin Giziri Pəncəli Teymurovun arzusuydu torpaq uğrunda şəhid olmaq. Özü də ən xoş günündə, toyunda gətirmişdi bu istəyini dilə. Gerçəyə çevrildi. Aprel döyüşlərində şəhadətə ucaldı və adını tarixə milli qəhrəman kimi yazdırdı. Mən bugün bir şəhidin il dönümünə getmişdim. Mən yolla gələ-gələ bu şad xəbəri eşitdim. Bu şad xəbəri bizə yaşadan prezidentimizə, Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm. Arzu edirəm bütün Azərbaycan xalqı həmişə sevinsin, həmişə əmin-amanlıq içində yaşasınlar. Xatırladaq ki, Azərbaycanın 224 milli qəhrəmanı var. Onlardan 206-sı ölümündən sonra bu ada layiq görülüb. Günel Habil qızı, Nuranə Tələt qızı, Şahin İlhamoğlu, ASTV Xəbər.